Herkese salam. Ben Reşat. Sizinle yeni çekiliş olunmuş video rubrikanın analitik izahatından danışacağım. Bu çekilişte baş vermiş qeyri-adi hadisələrin araştırılması, çekiliş zamanı neler olup olmadığını gelin sizlerle birlikte aydınlaştırın. Fragmentlere kesmemişten önce ben size bunu da diyeyim. Reylerinizi videonun altında gözləyirəm. Keçid alıram video rubrikanın əsas fragmentlərinə. Əyləşdim və gördüğünüz kimi ev bu vəziyyətdədir. Aktiken yaşayış olup hal-hazırda yaşayış yoktur. Biz evvel komanda şeklindeydik. Ayak sesinden bu güzgü yerlendi. Ve gördüğünüz gibi terk edilmiş bir evdi. Bundan sonra qeyd edim ki, bu evde qeyri-adi hadisələr baş verir. Bundan əvvəl də dedim. Eğer hansı bir hadisə baş verərsə, lenti alacağıq və elektromagnet sahəmiz hal-hazırda 0-0 dərəcədə göstərir. Və yeni aparatımızı quraşdırdım. Ne olarsa aktif vəziyyətə getirdim. Burada kimse var? Her zamanki kimi çekiliş öz axarında davam edirdi. Yavaş-yavaş aparaturanı quraşdırıb ruh çağırma lövhəsini yerləşdirdim və ruh çağırma lövhəsini də işarəli şəkildə yerləşdirdim. Bir müddet içeriye daxil olub ərazisini gəzdim. Və qarşımdakı otağın içində yerləşdirilən güzgünün yellənməsi mənim ayaq hərəkətlərim nəticəsində baş vermiş. Çünki yenə də təkrar edirəm, ev çox köhnə və bərbad vəziyyətdədir. Otaqdan çıxdıqdan sonra yenidən həmin yerə qayıtdım və burada kimsə var sualını verdikdən sonra qarşımdakı otağın qapısı bağlandı. Videorolikin qısa metrajını yenidən sizə izlədirəm. Aktif vəziyyətə getirdim. Burada kimsə var? Kimsə var burada? Elçislerine kapı sesini atsalar. Kimse var burada.
Aziz dostlar, heyecan geldi. Üzülmedim değilim. Burada gördüğünüz gibi hiçbir şey yok. Bunun yenilenmesi olabilir, benim harekətim zamanı baş verə bilər bəli. Amma yenidən qayıtması mənim üçün mühüm oldu. Kimsə var burada? Yenidən eyni şeyin təkrarlanması bundan ibarət oldu ki, bağlanan qapının öz-özlüyündən yenidən açılması oldu. Buna baxmayaraq, içimdə bir qorxu olsa belə, həmin yerə daxil oldum. Daxil olduqdan sonra heç bir qeyri-adi bir şeylə rastlaşmadım. Və oranı yenidən tərk elədim. Kimsə var mıydı? Kimse var burada. Kimse varsa yeniden işaret ver. Değerli izleyiciler, bu evde hakikaten
Değerli izleyiciler, ben çekilişi yekunlaştırmak istiyorum. Kimse var burada. Değerli izleyiciler, yeni çekiliş yayında görüşmek üzere. Ben çekilişi yekunlaştırırım. Yakıştırın. Kayıttıktan sonra değerli izleyiciler, dikkatle fikir verseniz ikinci defa aynı şey tekrar olarak başka bir otaqda baş verdi. Stolun üzerinde yerleştirdiğim ruh çağırma lövhəsinin üzerindeki işare yerini değişmişti. Bu ise beni tamamıyla korkuya saldı ve yeniden tekrar edirəm. Ruh çağırma lövhəsinin üzerindeki işare tamamıyla yerini değişti. Ve yeniden burada kimse var sualını verdikdə karşımdaki otaq yok. Onun yanındaki otağın kapısı bağlandı. İçimdə qorxu olmasına baxmayaraq yenidən həmin otağa daxil oldum və heç bir qeyri-adi bir şeylə rastlaşmadım. Videoroliki dəfələrlə analitik araşdırmalar apardım. Lakin heç bir hadisə ilə rastlaşmadım. Və videonu sonlandırılmamış otaqdan çıxdıqda yenə qarşımdakı otağın qapısı bağlandı və mən oranı tərk eləməyə məcburiyyətində qaldım. Değerli izləyicilər, rəylərinizi videonun altında qeyd edin və hər birini ayrılıqda oxuyun. Değerli izleyiciler, yeni çekiliş yayında görüşmek üzere. Ben çekilişi yekunlaştırırım. Yakıştırın. Bu video rubrikanın analitik bakışını sonlandırır. Yeni çekilişimiz tezlikle kanalda olacak. Ve yeni çekilişimizde izlemeyi unutmayın. Rəylərinizi videonun altında gözləyirəm. Yeni çekilişte görüşmek üzere.